Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizi kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir Xətai rayonu Tusi küçəsində, Həzəstanov və Əhmədli metrolarına yaxın ərazidə yerləşir. Yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, gözəl 3 otaqlı bir mənzildir. İnən mənzildə olan bütün hər şeyi, bütün otaqları, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Ənənəvi olaraq başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Buradan daxil olduqda solda bu gördüyünüz şkaf yığılıb. İçərisində göstərim sizə. Dərinlik də yaxşıdır, ideal səviyyədədir. Paltar, ayaqqabı, əşyalarınızı tam rahat yerləşdirməyə imkanınız var. Burada əyləşmək üçün, paltar asmaq üçün də yerlər nəzərə alınıb. Girişdə döşəmə qranitdir, üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmada spotlardan istifadə olunub, əlavə olaraq buralar da yerləşdirilib. O hissədə də gizli işıq da var. Otaqların yerləşməsini siz nəzərə çatdırıram. O başda, o tərəfdə gördüyünüz mənzilin qonaq otağıdır, yanında mətbəxi, burada yataq otaqlarıdır yan-yana. Bu isə mənzilin sanitar qovşağıdır. Gəlin elə başlayaq sanitar qovşaqdan, sonra keçək bir-bir otaqların hamısını mən sizə göstərim. Bura mənzilin sanitar qovşağıdır. İçərisi çox genişdir, nəzərinizə çatdırım. Nəyimiz var burada? Duş kabin yığılıb. İçərisi də dediyim kimi çox genişdir, rahatdır. Qızıl rəngli aksesuarlardan istifadə olunub. Bütün aksesuarlar da hazırdır. Böyük moydadırımız, suşilka, unitaz və burada təbii ki, isti döşəmə ilə təchiz olunub. Keçək, buradan gedək, mən başlayaq. Deməli, mənzilin qonaq otağından, ondan sonra digər otaqları ard-arda hamısını sizə göstərəcəm. Bura dediyim kimi mənzilin qonaq otağıdır. Ölçüsü yaxşıdır, belə deyim, təxmini 25 kvadrat olar, yəni təxmini ölçünü nəzərinizə çatdırıram. Burada nəyimiz var, mən bir-bir deyim. Pərdəmiz asılıb görürsünüz, hazırdır. Mərkəzdə gözəl lüstrumuz var. O hissədə buralar yerləşdirilib, divarda gözəl lepka işləmələr. Açıq rəngli divar kağızlarından istifadə olunub ümumilikdə. TV internet çıxış burada nəzərə alınıb. Bu hissəyə mebelizi belə deyim, rahat yerləşdirə bilərsiniz. Bu hissədən də işıqlandırmada dediyim kimi lüstr spotlarından istifadə olunub. Əlavə olaraq da gizli işıqlar da qoyulub hazırdır. Keçək, mən sizə göstərim qonaq otağın yanında yerləşən mənzilin mətbəxini. Mətbəxin də ölçüsünün təxmini deyim 14-15 kvadrat olar. Burada deməli yeni mətbəx möbelimiz yığılıb. Görürsünüz, tam axıra kimidir, 3 hissədən ibarətdir. Üstü mərmərdir, qaz peçi, aspirator qoyulub hazırdır. Soyuduzun yeri burada nəzərə alınıb və buradan mətbəxdən də mənzilin eyvanına da çıxış var. Burada da deməli lüstr spotlar hamısı qoyulub, buralar da yerləşdirilir. Bu hissədə və onun nəzərə çatdırım ki, girişdə olan üstü döşəmə burada da davam etdirilib. Buranın da döşəməsi qranitdir. Belə keçək, mən sizə göstərim digər otaqları. Nəzərə çatdırım ki, mənzilin sənədləri də qaydasındadır, çıxarışı, yəni qubcası var. Bura isə mənzilin yataq otaqlarından biridir. Ümumi olaraq göstərim. Tam hazır vəziyyətdədir ümumilikdə mənzil. Sadəcə əşyaları yerləşdirib yaşamaq qalır. Qalan hər şey var. Mənzilin stil sistemi kombidir. Radiatorlar da qoyulub hazırdır və hal-hazırda da işlək vəziyyətdədir. Burada deməli mən yerləşməni nəzərə çatdırım. Taxtın yeri bu tərəfdə nəzərə alınıb. Üzbəüz TV, internet çıxışı oradadır. Burada da deməli pərdəmiz asılıb. Bu hissədə spotlar da yerləşdirilib. Eyni zamanda mərkəzdə lüstrumuz da var. Dediyim kimi hər şey tam hazır vəziyyətdədir. Sadəcə mebelləri gətirsiniz və onu qeyd edeyim ki, girişdən girdikdə sağda bu hissədə yenə böyük güzgümüz var. Aşağısı açarlıq, gizli işıqla. Bura isə mənzilin belə deyim, əsas yataq otağıdır. Digər yataq otağından ölçü olaraq ola bilər 200 kvadrat artıqdır. Yəni bunun eni də yaxşıdır digər otağa baxmış. Yəni bu əsas yataq otağıdır, belə deyim, master bedroom. Burada isə yerləşmə belədir. Taxtın yerini görürsünüz, bu hissədə nəzərə alınıb. Yenə ümumi olaraq göstərim. Pərdə, lüstr, TV, internet çıxış, dediyim kimi hər şey nəzərə alınıb. Spotlar da var və burada da belə maraqlı teksturalı divar kağızlarından istifadə olunub. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzilə məlumatdan bir daha nəzər çatdırım. Mənzil yerləşir Xətai rayonu Tusi küçəsində. Həzəstanov və Əhmədli metrolarına yaxın ərazidədir.
Yeni tikili binada yeni təmirli və təmirdən də sonra bir gün belə yaşayış olmamış. 3 otaqlı mənzildir, qanuni 3 otaqdır. Ölçüsü 91 kvadratdır. Yəni 2 otaqdan 3 otağa düzəlmə deyil, nəzərinizə çatdırım. Dediyim kimi sənədlər də qaydasındadır, yerləşir 15 mərtəbəli binanın 5-ci mərtəbəsində və mənzilin start olaraq qiyməti 244 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.